Təmizlikdən danışdıq, negativlərdən təmizliyə baxdıq. İndi də baxaq. Kainat, Allah sənin üçün hazırladığı sürprizlərə baxaq. Gəl görək həyatına tez bir vaxtda hansı sürprizlər gəlir. Gəl baxaq. 10 günə həyatına gələn sürprizlər, 1 aya həyatına gələn sürprizlər və 3 ay içində həyatına gələn sürprizlər. Gəl buna baxaq. 10 gün içində həyatına nə gəlir? Xoş xəbər alırsan. Xoş xəbər nə ilə əlaqədar olur? Elə bil ki, burada hamiləlik xəbəri gözləyənlər üçün hamiləlik xəbəri ola bilər. Özünüz üçündürsə, özünüz üçün və ya kiminsə övladla əlaqədar xəbəri gəlirsə, burada hamiləlik xəbəri gələcək. Xoş xəbər gəlir, nə ilə əlaqədar? Açar görürəm burada. Baxın, bax, burada ev almaq istəyənlər üçün, maşın almaq istəyənlər üçün, burada nəyinsə açarı gəlir sizə. Ən çox burada bir yerə keçid gəlir sizə. Yeni bir iş qurmaq istəyirsinizsə, onun açarı gəlir. Çox xəyalında olduğun bir şey gəlir sənə. Tez bir vaxtda xəyalında olduğu, arzuladığın bir şey tez bir vaxtda həyatına gəlir. 10 gün içində. Gəl baxaq, 1 ay içində həyatına nə gəlir? 1 ay içində həyatına burada sevgi münasibəti gəlir. Mən sənə deyim ki, belə deyim də, çoxdan da münasibəti olmayan, oturub bəxtini, taleyini gözləyənlərin həyatına yeni bir aşk, yeni bir sevgi gəlir. Sanki bu elə bil ki, qismətin gəlir, sənin qismətin gəlir həyatına. Burada daha çox qadınlarla əlaqədar da çıxır, amma kişilərlə də əlaqədar həyatına, belə deyim də, çox axtardığın, gözlədiyin, ideallaşdırdığın bir münasibət gəlir həyatına. Bəs münasibəti olanlar üçün nə olacaq? Münasibəti olanlar üçün də həyatında münasibətinin daha da stabilləşməyini görəcəksən. Məsələn, münasibətin gedişatından aydın deyilsənsə, bilmirsən bu münasibət, tutaq ki, yeni başlayıbdır, gedişat necə olacaq? Bu münasibətin tam stabilləşməyi, daha irəli bir etapa keçməyini görürəm sizdə. Münasibətinizlə əlaqədar xoş xəbər gəlir sizə. 3 ay içində həyatına gələn yenilik, 3 ay içində həyatına maddiyyatla əlaqədar, ruzili, bərəkətli bir dövr gəlir sənə. Ruzi bərəkət, yeni pul kanalları gəlir, yeni bir iş xəbəri gəlir. Bəzilərinizə səyahət də gəlir, bəzilərinizə amma belə deyim də tam stabil olacağın stabillik gəlir. Maddiyyat və ruzi bərəkət gəlir sənə. Aldım, qəbul etdim, yaz ətrafı baxın, üçünsə profildəki nömrə ilə əlaqə saxla.